Qurban Qurbanov mətbuat konfransında səsləndirdiyi bəzi fikirlər də diqqətləri cəlb elədi. Bəhlul Mustafazadə məsələsinə toxundu. Bildirdi ki, əgər problemli bir şey yoxdursa açıqlama vermək artıq olar. Bəhlulla uzun müddətdir bir yerdə işləyirik, çalışırıq və demək olar ki 95% oyunlarımızda iştirak eləyir. Görünən odur ki problem yoxdur. Amma problem yoxdursa, fikir verdinizsə həmin oyundan sonra bir gün ya 2 gün sonra Bəhlul Mustafazadənin mövsümün sonunda Qarabağdan ayrılacağı ilə bağlı xəbərlər çoxaldı. Ondan qabaq da var idi. Keçmiş komandalarından biri Qəbələyə keçidi ilə bağlı, icarəyə verilməsi ilə bağlı xəbərlər çoxaldı. Əgər belə bir problem yoxdursa məşqçi ilə futbolçu arasında bu söz-söhbətlər niyə yayılır? Bəhlul əgər komandanı, klubu tərk eləyəcəksə demək ki nəsə var orada. O söhbətlər oyundan o haqq hesabdan qabaq da var idi. Hətta Türkiyə Süper Liqindən deyirlər, istəyirlər. Avropa ölkələrindən istəyirlər. Və çox yaxşı bir xəbərə də mövzuya da toxunub Qurban müəllim Traktorun çempionluq münasibəti ilə təbrik eləyib və yaxın gələcəkdə Traktorla Qarabağ arasında bir yoldaşlıq oyunu olsa möhtəşəm olar. Super bir yəni oyun olar. Traktorun meydanı. Harda oynasaq yaxşı olar? Məncə orada olsa vəbşə İranda 80 min azarkeş, stadion tam dolu. Buradan ora gedənlər, oradakı Təbriz fanatları, Traktor azarkeşləri inanılmaz bir qarşılaşma olar zənnimcə. Stadion mən artıq bu barədə rəhbərliyə məlumat vermişəm və artıq danışıqlara yavaş-yavaş başlayacağıq. Yəqin ki yaxın gələcəkdə bu hadisə reallaşacaq. Qəşəng. Olsa mən sevə-sevə gedərdim ora. Super olar. Deyəcəyiniz varsa əlavə, yeri gəlmişkən Qarabağın baş sponsoru Azersun Holdingdə yeni rəhbər müəyyənləşib. Müşahidə Şurasının yeni sədri məhz Abdulbari Gözəlin oğlu Əhməd Gözəl təyin edildi. Yəni Müşahidə Şurasının xeyirli uğurlu olsun. Bu şəxs Qarabağa dəstək olmağı davam eləsinlər. Yəni indiyəki kimi Qarabağın çempionluğu, kubok, medallar ola bilsin ki 35-ci turun maçından sonra təqdim edilsin. Azersun Arenada keçiriləcək Qarabağ Kəpəz oyunundan sonra yəqin ki böyük ehtimalla medallar və kubok Qarabağ futbolçularına, çempion komandaya təqdim ediləcək. Hələ ki rəsmi məlumat yoxdur, amma yəqin ki Peşəkar Futbol Liqası yaxın vaxtlarda bununla bağlı açıqlama verəcək. Deyəcəyiniz varsa davam eləyək, yoxdursa keçək növbəti oyuna. Mənim Qarabağa bir sözüm var. Qarabağ bu il çox zəifləyib. Çünki keçən sezon Qarabağ çempionu idi. Keçən sezondan neçə ay keçib? 10 ay aşağı yuxarı keçib. 10 aydır Qarabağ çempion ola bilmir. Ancaq indi ola bildi. Yəni bu çox zəif nəticədir Qarabağ üçün. Yəni Qarabağ bizi belə öyrəşdirib ki, yəni yanvarda Qarabağ çempion dörsəm birinci dövrədən artıq çempionluq rəsmiləşdirsin. Qarabağı təbrik edirəm. Əslində Qarabağ futbol klubu Azərbaycan futbolunda fenomendir. Niyə görə? Çünki olub çox güclü komandalarımız olub. Heç müqayisə eləmək istəmirəm. Bəlkə misal üçün Xəzər Lənkəran çempion olan illərdə ki oynayan həmən o Xəzər Lənkəran indiki Qarabağla oynasaydı bəlkə Qarabağın şansı olmazdı. O vaxtın Neftçisi, mənnəm nəyizadı. Amma heç bir klub bu qədər uzun sürədə hegemonluq olmayıb. Hətta yəni bu sürə özünüz bilirsiniz də, bu dayanmaq da bilmir. Təki davam eləsin. Qarabağ çox gözəl işlər görüb.